Hər kəs salam dostlar, mən Qeym Sazev. Bugün Truques of Evropa 3-də 3-cü bölümdə yenidən qaldığımız yerdən davam edirik sizlərlə birlikdə. Dostlar, gördüyünüz kimi keçən bölüm səhv etmirəmsə, Stuttgartdan yola düşmüşdük və Milana, İtaliyaya yola səfərə çıxmışdıq. Əslində bilmədim, yəni sarı rəng və fərqli yol üçün geyəcəklər falan dedi və də bütün tamamilə yolun hamısını çəkmək istəmədim videoya, çünki uzun olacaqdı. Zaten yolun yarısı da 17-18 dəqiqə oldu. Nə qədər eləsək də uzun olur. Ona görə də belə bir kiçik bir dinlənmə yerində dayandıq. Həmən bu şəhərdən şəhərə keçəcək bir yerdə alt dağlarını keçərək İtaliyaya yola düşəcəyik və orada da yükümüzü yerləşdirəcəyik. Dostlar, təhvil verəcəyik və həmən motoru çalışdıraq. Haydi bismillah. Biraz çox oldu. Tamam. Bir də bir-iki dəyişiklik elədim, ancaq görsənmir. Yəqin ki, bir sonraki yerə çatandan sonra görsənəcək. Yeni bir nömrə falan qoşmuşdum və gördüyünüz kimi şəhərin tam daxilində dayanmışıq. Haydi yolumuz başlasın, qazamız mübarək olsun. Başqa bir dəyişiklik də yoxdur. Haydi başlayaq bunu açaq. Bindən yataq. Biraz isidək motoru, çünki bu həqiqi real həyatdakı kimidir. Motoru isitməlisən biraz. Məncə elə, çünki Avropa 3-də bu dəyişikliklər var. Haydi yolumuza davam edək. Dostlar, tərpənək yavaşdan. Mobizəni də biraz qabağa yuxarı çəkim. Əslində bir dörtlüləri açaq məncə. Bəli, dörtlüləri açaq, görək maşın gəlirmi? Yox, gəlmir. Məncə çıxaq yola, tamam. Əslində artıq bundan sonra düşünəcəm ki, Almaniyanın içi ilə oynayaq, ölkə içi oynayaq, dörtlüləri bağlayaq. Biraz da pəncərəni açaq. Tamam. Keçən bölümdə fikir vermişdim, səs çox gəldi, ona görə də çox danışmayacağım. Hətta biraz xodum verək. Bu tür videoların gəlməsini istəyirsinizsə və kanalımızın algoritmada artıq yavaş-yavaş yuxarılara qalxmasını istəyirsə, kanala abunə olub kanalımızı dostlarınızla, sevdiklərinizlə bu tür videoları, oyunları sevən insanlarla paylaşırsanız və bir alta enmişkən like etsəniz sevinirik. Dostlar, fikirlərinizi də yazmağı unutmayın. Oyun necədir, hansı oyunları istəyirsiniz? Yol uzun ola bilər. Yəni əgər bilmirəm 6 saat, 13 saatlıq demişdik və məncə yəni yarı yolda qaldıq, oyunu bağladıq. Məncə 13 saat elə oradaca davam edər, yoxsa bu videonu digər videodan sonra 13 saatdan çox vaxt aralığında çəkirəm. Səhər tezdən bugün. Biraz dumanlıdır. Benzinə baxdıqda sanki yarıya qədər gəlib. Bir də benzin bakı var ek olaraq, ekstra. Ondan da qoşmaq istədim. Biraz 700 euroydu. Avropa olduğu üçün evro ilə gedir. Dollar olsa və də Amerika olsa çox güzel olar. Hətta Türkiyə, Azərbaycan və s. Bunların da xəritəsini, modlarını tapsanız deyərsiniz mənə dostlar. Mən də yavaşdan axtarım, tapım. 3-cü bölümdən sonra. Bu tırımıza çox da yatırım etmək istəmirəm. Çünki ilərdə daha da yaxşılarını alacağımızı düşünürəm. Çünki elə olacaq və işçilər falan olacaq. Bu tırı verərik bir işçimizə. Biraz yavaşlayaq. Dostum təkə 50 sürməyəcək. Bir də naviqasiya falan vardı. Dedim zaten burada var bir ədəd. Pərdə falan vardı. Yəni yatırım etmək istəmədim. Yolu görüncə 2.50 eləyir. Görür ki, çətindir. Bir də hava burada sanki biraz işığımı yandırsaq. Başqa oyunun içindəki yağışlı, qarlı hava, gündüz gecə sisteminin də hamısında tapmağa çalışıram, modlarını tapmağa çalışıram. Effektləri və digər lazım olan yavaşlayaq.
hassasiyyətləri öyrənməyə çalışıram. Necə olacaq? Buradan artıq dönmək lazım. Gələcək. Artıq yavaşlayaq biraz. Belə düz gedirik. Yox, zaten buradan özü dönmüş. Oyun sanki bizi dinləyirmiş kimi ləzzət edir sanki. Mən rahat olduğumdan o da əllərini rahata çəkdi biraz. Başqa tırlar da olduqda onlara da yatırım eləyəcəyik. Bundan sonraki tıra və yaxud biraz burada gücə basmaq lazım. Bundan sonraki tıra və yaxud bir sonraki tırlara mən biraz önəm verirəm. Biraz takıntı var. Ona görə də sol şeridə keçək. Tamamdır. Yəni bu ilk tıra yəni biraz amatörcədir, sadədir. Mən MAN və ya Mercedes almağı düşünürəm. Əgər varsa onun içində və ya daha yaxşı versiyaları tırların varsa onlardan almağı və onlara yatırım, onlardan birinə yatırım etmək istəyirəm. Birini daha çox üstünə düşüb onunla daha çox gəlgət eləmək istəyirəm. Çünki işçilər tutduqdan sonra bir də özümüz də yəni maraqsız olar. Çünki oyunun məqsədi budur. Amma şirkətimizi təbii ki böyütmək lazım gələcək üçün. Videoları dediyim kimi qısa tutacağım. Yəni belə deyək, oyunun başından bəri bir rota belirləməli idi ki, məncə tamam inşallah yandıraq. Çox gözəl oldu. Almanya içi, ölkə içi getməli idik. Məncə elə olsaydı daha yaxşı olardı. Yəni ilk başlanğıcda keçən bölümdə dediyim kimi makbul keçək, çünki tam bilmirdim, uzun zamandır oynamırdım. Yenidən öyrəşməli oluram. Və də belə deyək, nə oldu? Bir səs duydum sanki. Maşının sağ tərəfində. 1800 km hız verən motoru qoşmalıydım. Və neçə idi yadımdan çıxmadı. Biraz bahalı olduğu üçün qoşmadım. Amma o da ən aşağısı deyə elə düşündüm ki, bu tıra çox da yatırım etməyək. Hava da qaranlıqdır, yəni yaxşı, biraz sürətə basaq, gələn gedən bizi keçir. Bir də benzinxana tapsaq gözəl olacaq. Qəşəng klassik maşınlar var, Mercedes falan. Normal həyatdakı kimi. %90'dan gidiyor adası biraz. Normal yolda. Yəni deyirəm, kaş ki ölkə düşdü yaxud deyək. Hayda. Reklam deməsin lütfen. Reklam deməsin. Kaş ki o ek yakıt. Amma nömrə qoşmuşdum. Maşının nömrə. Seriya nömrəsi. Amma o da düşmədi. Yəqin ki ek olaraq o düşməzdi yenə. Mən zaten yandıraq. Çünki sonra dayanmalı olacaq. Yəni ölkə içi daha münasib olardı. Çünki belə biraz bilmirəm fərqli və ya dəyərmi bu qədər uzun yol getməyə və də bunu 2-3 bölməyə. Çünki hər videoda hamısını eləsəydim bəlkə bir 30-40 dəqiqəlik video olacaqdı. O da iləride olacaq təbii ki. Hətta canlılarımız falan olacaq, hər şey olacaq ancaq belə deyək. Kaş daha başdan belirləsəydik və elə çəkərdik. Yəni yollar da qısa olardı məncə və birbaşa Frankfurtdan o biraz yavaş deyək. Frankfurtdan Milanoya çox uzun yol və məncə mənasız oldu. Bu qədər uzun, amma olsun, yəni ilk olaraq başlanğıc biraz yavaş deyək məncə. İlk başlanğıcda olar belə, həm də ölkə dışına da getmiş olduq. İlk görevi biraz sərtdən alsaq, digərləri rahatlıqla
kaliteye seviye atlamış olarıq rahatlıkla, level atlamış olarıq, rahat sürmüş olarıq biz burası. Axşam düşdü, bir də çanta falan vardı, amma onun üçün də bir altın falan istədi, onda ilərdə hamısını toplayıb qazanacağıq dostlar. Ancaq benzinliyi tapsaq çox gözəl olacaq, yoxsa yolda qalacağıq. Bir də bu tuşlara, məsəl üçün bir oyun var, Debus, yəni T-Bus yazılır ingiliscə. Bütün tuşlara basa bilirsən. Kəşke elə bir şey olsaydı dostum. 2 əlli sürsən gözəl olacaq. İlərdə var mı görən benzin falan? Aşağıda benzin işarəsinin qırmızıdır, görürsünüz. 80 yazının altında solda. Adam minmişdi mesela. Onun qırmızının qabağında kiçik ağ var. Yəqin ki, o da bir nəsə bir ek olaraq bir şeydir, bilmirəm. Amma tez azaldı. Bu arada videoları necə çəkim deyə düşünürdüm. Düşük yaxud. Az qaldı, az. Videoları necə çəkirdim düşünürdüm. Burada qatarlara baxın. Çox ağladı yəni. Qatar gedir. Bir gün Age of Story, bir gün bu düşündüm ki, yenə də biz başqa oyunlarda çəkəcəyik. Allahın izniyle və məncə zaten bu oyun da rahat oyundur. Yəni bir hədəf yoxdur. İstədiyimiz qədər istədiyimiz yerə gedirik. Hədəf sadəcə burada oyunun içində şirkətimizi yüksəltməkdir, bu qədər. Amma oyunda Age of Story-də bir hədəf var. Deyəsən burada benzinxana var, şükür olur. Və o hədəfə yəni bir seri olur. Məsələn, Azərbaycandan, İsveçrədən, Almaniyadan. Onu bitirirsən yəni 3 bölüm, 5 bölüm, 10 bölüm. Amma burada normaldır. Ona görə düşündüm ki, onlara daha çox ağırlıq verir. Haydi bismillah. Tamam, benzini doldur. Dur. Bir dəqiqə. Doldur. Çox tutur amma məncə bu biraz baha sayılır bunu. Hadi. Yeter mi bu kadar? Məncə tamam, 400 dolarlıq yəni 400 evroluq daha doğrusu. Biraz çox oldu amma olsun ya. Qazanaraq. Maşından düşüb getmək olurmu acaba görəm? 14-15 dəqiqəyə gəldi video. Bu da dayanmıyor xeyr, dinlənmə tesisi. Demişdi ya, belə bir tesis olsa. Dinlənmə yeri idi amma tesis değildi. Biraz maraqlı olardı. Daha içə olsa maşın çıxmasın tabii. Daha içə, yəni belə girirsən, 1-2 dəqiqə yer axtarırsan, belə uzun qarışıq yerlər olsa gözəl olar. Tamam, yəni akının hardasa %70'ini tamamladıq demək olar ki, amma 400 euro çox idi. Olsun. Bu arada bu sağ tərəfdəki nədir? Ha, o da skorsu göstərir, tamam. Amma biraz mənim məntiqsiz gəldi. Siz necə düşünürsünüz? Kəşke ülkə daxili oynasaydıq. Ülkə xarici falan biraz uzun yolu və parçalara bölmək olur. Biraz məntiqsiz gəldi mənə, amma hər nəsə oynayırıq. İşte bax, tamam deyir. Dinleme testi. O zaman bir sonraki testte artık har olacaksa dayanar, çünkü adamın yuxusu gəlib belə qaranlıq ekran gəlmədən biz artıq yavaşdan bir yer tapaq. Yəni tam yanından keçdik, amma artıq keçdik dediyimiz kimi. Belə də birbaşa gəlmir. Baxaq görək. Neçə ilə keçə bilir? Tam görmədim. Bu arada deyəsən çatdıq mı? Deyəsən çatdıq. Hə, çatdıq. Mən nə elə bilirəm?
keçək? Məncə buradan keçək, yəni daha məntiqli olar. Dəyməyək bir yerə. Buradan niyə keçirik? Çatdıqmı yoxsa? Tam çatarkən videoda uzun olur. Çatmışkən bitirək falan filan deyə. Deyəsən çatdıq. Ne oldu bir anda? Nasıl dayandı maşında? Bilmədim nədənsə dayandı ama. Neyse yolun sonunu da görmürəm. Məncə çatmamışıq. Yəni məncə buralarda bir yerdə gözləyək. Çünki belə tez çatacağımızı düşünmürəm. Ona görə də ən yaxşısı biz buralarda, tamam, burada dursaq gözəl olur. Biz belə yamıq durdu ama olsun. Ay da çox gözəl görsənir. Okey, o zaman burada saxlayaq. Artıq bir sonraki bölümdə 100% bitirərəm məncə. Niyə belə oldu? Yerdə durma, hətta buna basmalıyım ki, yerdə dursun. Tamam, belə dursa gözəl olar məncə. Dostlar, artıq bugünlük də bura qədər. Biraz yamıq durdu ama olsun. Bir sonraki bölümdə sizlərlə görüşərik. Dostlar, sağ olun, sağ olun.